MİQ 2025 tarix imtahanı misli görünməmiş taxtakarlıqlarla yadda qaldı. Ən azı 5 sualda faktoloji və texniki qüsurlar var idi və bununla bağlı apellyasiya edilən şikayətlər nəticəsiz qalmışdı. Və biz son çarəni məhkəməyə müraciət eləməkdə görmüşdük. Bəs bu məhkəmə prosesi nə cür baş verdi? Həmin məhkəmə prosesinin nəticəsində suallar ləğv olundu mu? Mən Samir Bəşirli, Tarix Asanizatda layihəsinin rəhbəri. Bu günlər isə tarixin ən qalmaqallı MİQ imtahanı prosesindən və həmin MİQ imtahanının məhkəməsindən danışacağım. Yaxın oturun, like düyməsini sıxın və kanala abunə olmağı unutmayın. Beləliklə bildiyiniz kimi biz MİQ imtahanı 2025-ci suallarını mübahisələndirmişdik və bununla bağlı əvvəlcə dövlət orqanının özünə, daha sonra məhkəməyə müraciət eləmişdik. İnzibati məhkəmə işi icraata götürmüş və işin araşdırılmasını hakim Mimnat Hacbəyovaya tapşırmışdı. Mən onu da bildirim ki, biz bu işin çox tez bir müddətdə həll olunmasında maraqlıydıq. Çünki biz işin vakansiyaya qədər, məhkəmə işinin vakansiya seçimlərinə qədər qərar verməsini, yekunlaşmasını istəyirdik. Lakin buna baxmayaraq Mimnat Hacbəyova işi xeyli uzatdı. İşin mahiyyətini dərk eləmədi və xeyli uzatdı. İlk iclas oktyabr ayına təyin olundu və həmin müddətdə hətta mən onu da bildirim ki, vakansiya seçimləri baş tutmamışdan Məktəbəqədər və Ümumi Təhsil İdarənin rəhbəri Eşqi Bağırovla da görüşdüm. Eşqi Bağırov mənə görüşdə söz verdi ki, bu məsələ ciddi şəkildə araşdırılacaq və mən ondan bir şey xahiş elədim. Mənim həmin sual salan ekspertlərlə görüşümü təşkil eləsin və təkcə görüş yox, həm də orada Məktəbəqədər və Ümumi Təhsil İdarəsindən və yaxud da Təhsil İnstitutundan kimsə iştirak edib bizim mübahisə prosesimizə, debatımıza qıraqdan qiymət versin. Və mən orada söz verirdim ki, həmin sualları səhv olduğunu sübut edəcəm. Eşqi müəllim də mənə söz verdi, bildirdi ki, vakansiya seçimləri başlamamış, bizim görüşümüzü təşkil edəcək. Lakin verdiyi vədə əməl eləmədi və vakansiya seçimləri də bildiyiniz kimi bitdi. Həmin dövrdə bizim balımız əlavə olunmadı. İlk proses, bayaq dediyim kimi, oktyabr ayına çəkdi və oktyabr ayına qədərki müddətdə də təbii ki, biz boş oturmadıq. Bütün mümkün riskləri hesabladıq, hüquqşünaslarla məsləhətləşdik və bu müddət ərzində bir sıra addımlar atdıq. Əvvəla bir sıra şəxslərdən rəy aldıq. Xüsusilə də bu Səfəvilər dövlətinin araşdırmaçıları mənim də kanalımda öz müsahibələrini vermiş hörmətli tarix üzrə fəlsəfə doktoru Namiq müəllim Musaldan, tarix elmləri doktoru, Elmlər Akademiyasının Orta Əsrlər şöbəsinin, Azərbaycan tarixinin Orta Əsrlər şöbəsinin rəhbəri Tofiq Nəcəflidən rəylər aldıq Səfəvilərlə bağlı. Ondan başqa, bir sıra başqa digər şəxslərdən də, məsələn, elə Təhsil İnstitutunun özünün də ekspertlərindən rəylər aldıq. Dövlət İmtahan Mərkəzinə sorğu göndərdik bununla bağlı və bütün sübutları topladıq, məhkəməyə təqdim elədik. Biz əmin idik ki, məhkəmə işi mahiyyəti üzrə baxacaq və bizə bununla bağlı bizim xeyrimizə qərar verəcək. Lakin iş uzandı, iş uzandıqca da təbii ki, bizim necə deyərlər, bu iddia ərizəsinə dəqiqləşmə eləmək zərurəti yarandı və ilk dəfə biz oktyabr ayındakı məhkəmədən qabaq iddia ərizəsinə dəqiqləşmə verdik və oradan vakansiya seçilmək tələbimizi çıxartdıq. Çünki bu artıq absurd idi, artıq həmin vakansiyalar tutulmuşdu və biz zaten onsuz da imtahan verərkən hansı vakansiyaya seçiləcəyimizi bilmirdik. Lakin gələn orada tələb kimi qoymuşduq ki, yeni açılacaq vakansiyalarda biz yeni balımızla iştirak edirik. Lakin həmin vakansiyalar tutulduğuna görə artıq bu tələbimiz qüvvədən düşmüşdü. Oktyabr ayında məhkəmə prosesində Mimnat Hacbəyova, hakim Mimnat Hacbəyova bizə bildirdi ki, siz gərək bizə göstərəsiniz ki,
konkret hansı vakansiyaları istəyirsiniz və konkret hansı suallar səhvdir, onların nömrələri və bundan əlavə keçid balınız. Keçid balınız nə qədərdir? Onları zəhmət olmasa bildirərdiniz. Biz bununla bağlı əvvəlcə şifahi şəkildə bizə bildirdi. Bununla bağlı biz dərhal hakimin bizə göstərdiyi hüquqi tövsiyələrə cavab olaraq ona cavab məktubu hazırladıq və o həmin cavab məktubuna Mümnət xanıma bildirdik ki, əvvəla bizim vakansiyaya təyin olunmaq kimi tələbimiz yoxdur. Biz yalnız imtahana səhv salınmış sualların etibarsız hesab edilməsini istəyirik və məhkəmə də işə bu prosesdə baxmalıdır. Digər məsələ, sual nömrələrinə qaldıqsa isə, təbii ki, bizdə suallar olmadığına görə o sual nömrələrini biz verə bilməyəcəyik. Lakin siz özünüz istəsəz cavabdehdən həmin sualları tələb edə bilərsiniz. Onu da bildirim ki, oktyabr ayına qədər, hətta mən deyərdim dekabr ayına qədər cavabdehlər tərəfindən məhkəməni sayıb məhkəməyə heç bir etiraz ərizəsi göndərilməmişdir. Təhsil Nazirliyi ümumiyyətcə etiraz ərizəsi göndərməmişdir. Təhsil İnstitutu isə yalnız dekabr ayında, Təhsil İnstitutu və Məktəbəqədər İdarə isə yalnız dekabr ayında cavab məktubu göndərdi, etiraz məktubu göndərdi. Bunun özü elə prosessual pozuntudur və hakim onları cərimələməli idi bu qədər uzatdığına görə. Ağlabatan müddət təyin etməli idi. Çünki İnzibati Prosessual Məcəlləyə görə ağlabatan müddət təyin olunur cavabdehin verilən iddiaya etirazını təqdim etməsinə. Lakin bu müddət təyin olunmadı. Buna görə də proses biraz da uzandı. Bundan sonra biz artıq hiss edirdik ki, hakim işi mümkünsüzlüyə aparmaq istəyir. Mümkünsüzlük nədir? Burada qısaca bir haşiyə çıxmaq istəyirəm. Yəni, iddianın mümkünsüzlüyü o halda olur ki, siz məhkəməyə müraciət edərkən özünüzün hüququnuzun pozulduğunuzu əsaslandıra bilmirsiniz. Bu halda iddia mümkünsüz sayıla bilər. Lakin İnzibati Prosessual Məcəllənin 36-cı maddəsi ümumiyyətcə mümkünsüz şərti tanımır. Çünki biz orada inzibati aktın etibarsız hesab edilməsini, qanunsuz inzibati aktın ləğv edilməsini tələb edirdik. İnzibati aktda apellyasiya komissiyasının qərarları idi. Həmin apellyasiya komissiyasının qərarlarını ləğv olunaraq balların bizim xeyrimizə hesablanmasını biz məhkəmədən tələb edirdik. Lakin işin gedişində bizə məlum oldu ki, artıq hakim işi mümkünsüzlüyə aparmaq istəyir. Ona görə biz iddiamıza daha bir dəqiqləşmə elədik. Yanvar ayında biz iddiamızı maksimal dərəcədə sadələşdirdik və oradan cavabdehlər sırasından Məktəbəqədər İdarəni və Təhsil Nazirliyini çıxartdıq. Çünki işin gedişində bizə məlum oldu ki, bu orqanların bizim məsələyə bir o qədər də aidiyyatı yoxdur. Əsas məsələ Təhsil İnstitutundadır. Çünki apellyasiya komissiyasının təşkili, sualların hazırlanması və bütün bu məsələlərə məhz Təhsil İnstitutu cavabdehdir. Yeri gəlmişkən, məhkəmə ərizəsinə dəqiqləşmələrimizdə biz dəfələrlə diskresyon səlahiyyətlərin pozulmasından danışırıq. Nədir diskresyon səlahiyyətlər? Bunu mən qısaca izah edeyim. Diskresyon səlahiyyətlər elə səlahiyyətlərdir ki, o qanunla yazılmayıb, dövlət orqanı onu öz şəxsi mülahizəsinə əsasən edə bilər. Yəni, bizim MİQ imtahanı kontekstində diskresyon səlahiyyətlər dövlət orqanının suallarla bağlı hər hansısa izahlar verməsi, əvvəlcədən məlumatlandırma xarakterli seminarlar keçməsi, webinarlar və s. bu kimi proqramlar həyata keçirməsi deməkdir. Bu, qanunla nəzərdə tutulmasa da, hər halda birbaşa dövlət orqanının üzərinə düşən səlahiyyətdir. Yəni, o bunu edə də bilər, etməyə də. Amma qanunda bu var. Ali Məhkəmənin plenum qərarlarında da, həmçinin Konstitusiya Məhkəməsinin plenum qərarında da qeyd olunub ki, diskresyon səlahiyyətlər dövlət orqanını məcbur edir ki, əvvəllər indiyə qədər etdiyi hərəkətləri yenidən təkrarlasın. Məsələn, əgər 2020-ci ilin, 2021-22-ci illərin MİQ imtahanı səviyyəsi hansı dərəcədə olubsa, ondan sonraki illər də o səviyyədə olmalıdır. Və yaxud da,
Əgər o imtahan səviyyəsinə dəyişikliklər edəcəksə, bu zaman o əvvəlki illərdə necə ki 2021-ci ildə, 22-ci ildə, 23-də də hətta suallar hazırlayır, webinarlar həyata keçirir, öz mövqeyini bildirirdisə, 2025-ci ildə də onu etməli idi. Diskresyon səlahiyyətlər budur. Yəni əvvəlki illərdə sən əgər suallarla bağlı hər hansısa bir webinar hazırlamısansa, Təhsil İnstitutu və yaxud da Təhsil TV səhifəsində hər hansısa sualların izahı ilə bağlı və yaxud da mövzuların izahı ilə bağlı hər hansısa bir seminar keçirmisənsə, sualların tiplərini paylaşmısansa, deməli sən məcbur idin ki, 2025-ci illə də bağlı onu edəsən. Əgər etməmisənsə, deməli sən diskresyon səlahiyyətləri pozmusan. Və biz bunu dəfələrlə ərizələrimizdə gündəmə gətirirdik. Nəticə də budur. Sertifikasiya imtahanına hazırlaşanlara artıq neçənci dəfədir ki, bu cür seminarlar paylaşılır. Və təbii ki, biz buna görə şadıq. Təhsil İnstitutuna da təşəkkür edirik ki, bizim təkliflərimiz nəzərə alınıb. Lakin, bəs bunu niyə görə MİQ imtahanı 2025 üçün etmirdiniz? MİQ imtahanına hazırlaşan şəxslər hardan biləydi sizin o hazırladığınız o testlərin tipi nədir? O testləri nə cür həll eləmək lazım olduğunu hardan bilməli idi? Bunu onlar necə bilməli idilər ki, bu sual bu formada düşəndə onun cavabı budur. Necə ki, indi izah edirsiniz. Həmin dövrdə niyə izah etmirdiniz? MİQ imtahanı 2025 verənlər, MİQ imtahanı 2025-də iştirak edənlərin, sertifikasiyada iştirak edənlərdən və yaxud da ondan əvvəlki illərdə MİQ imtahanında iştirak edənlərdən fərqli cəhəti nə idi? Niyə ayrı seçkilik salırdınız? Bax, bu məsələləri biz məhkəmə prosesində gündəmə gətirmişdik. Nəhayət, məhkəmə prosesi gəldi, çatdı. Onu da bildirim ki, biz sonuncu dəqiqləşmə ərizəsində, yanvar ayının 15-də artıq görürdük ki, işi hakim mümkünsüzlüyə aparır. Bizim heç bir vəsadətimizi təmin eləmir. Biz vəsadət verirdik ki, sübutlar dövlət orqanı tərəfindən gətirilsin. Bizim imtahan suallarımız, imtahan suallarının hazırlayan şəxslərin ad soyadları, ondan sonra Dövlət İmtahan Mərkəzinin həmin dövrdə 7 iyul tarixində keçirilən abituriyent qəbul imtahanında bənzər sualı hazırlayan şəxsin ad soyadı və o şəxsin məhkəmə iclasına gətirilərək rəyinin alınması, Təhsil İnstitutunun bütün ekspertlərinin siyahısı ki, bizim həmin ekspertlərə etiraz etmək hüququmuz olsun. Çünki hakim bunu bizə kömək eləməlidir. İnzibati prosessual məcəllənin 13-cü maddəsi bunu deyir. Hakim bunların heç birini etmədi. Hakim bu vəsadətlərin heç birinə baxmadı. Məhkəmə prosesi də Azərbaycan hüququ adına çox biabırçı bir məhkəmə prosesi oldu. Mənim sözüm kəsildi. Digər iddiaçının adı orada heç hallanmadı. Onun heç fikri soruşulmadı. Konstitusiyanın bizə verdiyi məhkəmədə dinlənmə hüququmuz pozuldu və hakim faktiki olaraq onu da bildirim ki, cavabdeh tərəf bizim iddiamızı qəbul eləmişdi. Cavabdeh tərəf bildirmişdi ki, bəli, biz iddianı qəbul edirik, lakin sualların səhv olmadığını bildiririk. Gələr cavabdeh şəxslər, yəni ki, o imtahan suallarını hazırlayan şəxslər gələr, onlarla iddiaçılar burada polemika eləyərlər. Mən də artıq düşünürdüm ki, məsələ mahiyyəti üzrə baxılacaq. Növbəti iclasda baxılacaq mahiyyəti üzrə. Mən artıq bunu düşünürdüm. Sözün açığı, məhkəməyə yanvar ayının 26-sı keçirilən məhkəməyə gedərkən mən özümdə dəqiq əmin idim ki, məhkəmə həmin prosesdə bizim işi mümkünsüz sayacaq. Qanunsuz olaraq təbii ki, mümkünsüz sayacaq. Bu absurddur. Lakin işin gedişində bir anlıq elə düşündüm ki, artıq hakim ədalətli baxmağa başlayır. Çünki hakim özü orada elə cavabdehin nümayəndəsinə bildirdi ki, siz belə çıxır ki, heç nəyə etiraz eləmirsiniz, iddianı qəbul edirsiniz. Və üstəlik orada hakimin daha bir prosessual pozuntusu oldu ki, bizim sonuncu dəqiqləşmə ərizəmiz ola, həmin dəqiqləşmə ərizəsinə heç bir hüquqi qiymət vermədən birbaşa qərardadı elan elədi. Qərardad tamamilə əsassız, tamamilə necə deyirlər, heç bir hüquq normalarına uyğun hazırlanmadan tərtib olunmuş, yəni hüquq normalarına əsaslanmadan tərtib olunmuşdu. Orada işin
iddia tələblərinin mümkünlüyü, şərtləri yox, mahiyyətinə qiymət verilmişdir. Faktiki olaraq məhkəmə özü tərəfindən uzatdığı prosesi bizim üzərimizə yıxırdı ki, artıq proses başa çatır və siz bununla bağlı heç bir iddia verə bilməzsiniz. Sanki biz indi iddia vermişik, yanvar ayında iddia vermişik və bu artıq prosesin üstündən nə qədər keçib və biz onu mübahisələndirə bilmərik. Halbuki işi uzadan elə məhkəmənin özü oldu, Mimnat xanımın özü oldu. Dəfələrlə bizim ona müraciətimizə baxmayaraq heç bir vəsadətimiz təmin olunmadı. İşin obyektiv araşdırılması üçün, bizə real hüquqi yardım edilməsi üçün heç bir addım atılmadı. Qərardatda həmçinin ən mübahisəli məqam, həmin qərardatda göstərdiyi bax bu hissə, yəni hakim faktiki olaraq etiraf edirdi ki, onun cavabdehlərlə qeyri-prosessual əlaqələri var. Necə? Baxın, yazır ki, cavabdeh tərəfin bizə verdiyi məlumata görə iddiaçılar bütün suallara səhv cavab verir, düz cavab veriblər. Bütün suallara düz cavab veriblər. Sanki biz orada iddia qaldırdığımız sualların hamısına düz cavab vermişik. Əvvəla ondan başlayaq ki, bizim yəni heç harda elə bir məhkəmə işinin içində heç yerdə o söz keçmir. Yəni məhkəmə materiallarının içərisində belə bir nə cavabdeh tərəfindən, nə bizim tərəfimizdən belə bir söz deyilməyib ki, biz bütün sualların hamısına düz cavab vermişik. Yeri gələndə heç biz bilmirik hansı suala düz cavab vermişik, hansı suala səhv cavab vermişik. Yəni biz bunu bilməyimiz də mümkün deyil, çünki sualları bizə vermirlər. Elə birinci qanun pozuntusu budur. Suallar bizə verilmir. İkinci bir məsələ. İş materiallarında olmayan şeyə hakim əsaslanaraq qərardat qəbul edib. Özü bunu orada etiraf edir. Əgər iş materialları arasında yoxdursa bu məsələ, bəs hakim bunu hardan əldə edib bu materialları? Yəni, özü deyir ki, cavabdehlər tərəfindən bizə verilən məlumata görə, məhkəməyə verilən məlumata görə, güya iddiaçılar bütün suallara düz cavab veriblər. Bu məsələ nə məhkəmədə deyilməyib, nə cavabdehlərin etirazında yoxdur, nə də bu sübut olunmayıb. Və biz də buna heç bir münasibət bildirməmişik. Bizim buna münasibət bildirməyə imkanımız da olmayıb. Məsələ burasından gedir ki, bəs Mimnat xanım bu məsələni, o deyir biz bu məlumatı almışıq, hardan əldə edib? Bax, bu məsələ ilə bağlı, bu çox ciddi məsələdir. Biz bu məsələ ilə bağlı həm Ali Məhkəməyə, həm Məhkəmə Hüquq Şurasına müraciət eləmişik və tələb edirik ki, bu məsələ araşdırılsın. Tələb edirik ki, bax, bu məlumatı hakim hardan əldə edib? Nəhayət, apellyasiya şikayətimiz verildi. Apellyasiya şikayətimizə deməli, Fərid Mədədli, Elvin Əliyevin başçılığı altında baxıldı və 28 aprel tarixində keçirilən iclasda hakimin qəbul elədiyi, Mimnat Hacıbəyovanın qəbul elədiyi ədalətsiz qərar ləğv edildi. İş yenidən 1-ci instansiya məhkəməsinə qaytarılır və artıq burada işə mahiyyəti üzrə baxılacaq. Mən buradan bu münasibətlə hər birinizi təbrik edirəm. Mənə verilən dəstəyə görə hər birinizə təşəkkür edirəm. Lakin hələ iş bitməyib. Hələ iş qabaqdadır. Əsas məsələ qarşıdadır. Əgər Azərbaycan məhkəməsi ədalətli olacaqsa, mən bu işə məhkəmənin ədalətli olduğunu bilərək getmişəm. Mənə çoxları deyir ki, indi də deyir və deyirdilər də ki, boş yeri özünü yorma. Bu məsələ həll olunmayacaq. Məhkəmə də onların adamlarıdır və sənin xeyrinə heç kim qərar verməyəcək. Mən az qala buna inanmağa başlamışdım. Lakin bugünkü apellyasiya prosesində Fərid Mədədli, Aytən Orucəliyeva və Elvin Əliyev sübut elədi ki, heç də elə deyil. Heç də elə deyil. Və ümid var. Siz deyə bilərsiniz ki, bəs üstündən bu qədər müddət keçib. İndi bu sualları müzakirə eləməyin nə mənası var? Əvvəla əzizlərim, onu bildirim ki, əgər biz bu prosesi burada dayandırmasaq, sabahlarım sertifikasiya imtahanında bundan da artıq məsələ problem olacaq. Hə, onu da bildirim. Təhsil institutuna buradan xəbərdarlıq edirəm. Siz artıq bir çox seminarlar keçirmişsiniz və həmin seminarlarda sual tiplərini paylaşmışsınız.
Allah eləməsin ki, həmin sual tiplərindən fərqli suallar imtahana düşsün. Bu birbaşa sizin diskresyon səlahiyyətləri pozmanız kimi qiymətləndirilməlidir və qiymətləndiriləcəkdir. Mən sizə dəfələrlə xəbərdarlıq eləmişdim ki, məni çağırın, məni qəbul edin, gəlin bir yerdə bu məsələni müzakirə edək. Lakin siz bunu eşitmədiniz, məni heçə saydınız və düşünmədiniz ki, bu Samir axıra kim gedəcək. Yəni, fikirləşdiniz ki, indiyə kimi olanlar kimi, yəni, kimlərsə yarı yolda qaydar, eləyər, xeyr, elə şey yoxdur. 10 il də getsə bu məsələ, 10 il də getsə, axıra kimi gediləcək. Bəli, mənim şəxsi həyatıma problem olub, mənim sağlamlığıma ziyan dəyib, mənim şəxsi biznesimə ziyan dəyib, yəni çox böyük itkilərlə üzləşmişəm. Amma bu məsələdə axıra kimi gediləcək. Ədalət son anda qalib gələnə qədər gediləcək və mən Azərbaycanda məhkəmə sisteminin həqiqətən ədalətli olub-olmadığını görmək istəyirəm. Bu günlər onun şahidi oldum. Lakin hələ iş bitməyib axı. Bizim əlimizdə o qədər qərarlar var. Bizim əlimizdə ekspert rəyləri var. Akademiklərin rəyi var bizdə. Akademik deyirəm, yəni elm adamlarının rəyi var bizdə, elmlər doktorunun. Onların rəyi var. Mənim kanalımda videolar var. Nəşrlər var. Hər şey var bizim əlimizdə. Yəni o sualların doğru sayılması mümkün deyil. Hörmətli izləyicilər, diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra da bizə dəstəyiniz əsirgəməzsiniz və bu videonu daha çox kütləyə çatması üçün maksimum dərəcədə bəyənin, paylaşın ki, bizim səsimiz duyulsun və bizim işimizə ədalətli yanaşılsın. Çünki bizim işimiz həm də sizin işinizdir. Düzdür, burada bizim şəxsi marağımız da var. Bizim şəxsi marağımız olmasa biz vermərik. Şəxsi marağımız imtahanda uğradığımız ədalətsizliyin bərpa olunmasıdır. Ədalətin bərpa olunmasıdır. Yəni, ədalətsizliyə görə bizə dəyən ziyanın əvəzinin ödənilməsidir. Ballarımızın bizim ballarımıza əlavə olunmasıdır. Lakin bu yaranan president gələcəkdə sizə də imkan verəcək ki, siz də öz hüququnuzu qoruyasınız. Sağ olun, növbəti görüşlərə qədər.